Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Sevimli Küçük və Eşşək adlı Macar nağılını danışacağım. Uzunqulaq eşşək evdəki sevimli küçüyə çox baxıllıq edirdi. Küçük evin bütün otaqlarına girə bilir, hamı ilə oynayır, hürür, üstlərinə atılır, nadinclik edir, amma bütün bunlara baxmayaraq həmişə ən ləzzətli yeməkləri yeyirdi. Eşşəyin isə evə girməyinə, uşaqlarla oynamağına icazəsi yox idi. O, ən ağır yüklərin altında əzilir və arabir bəxti gətirəndə dəvə tikanı yeyirdi. Bir sözlə, eşşək öz güzəranından narazı idi. Bir gün küçükdən soruşdu. Dostum, səni niyə bu qədər çox sevirlər? Çünki mən iki ayağımın üstünə qalxır, quyruğumu yelləyir, pəncələrimi yalayıram. Mənim baxışlarımdan, hürməyimdən, onlarla oyun oynamaq istəyimi anlayırlar. Onları sevdiyimi bilirlər. Beləcə, onlar da məni sevirlər. Eşşək də belə davranmaq qərarına gəldi. Ertəsi gün evin xanımı mətbəxdə yemək bişirəndə qapının açıq olduğunu görən eşşək evə girdi. Səssizcə mətbəxə keçib iki ayağının üstünə qalxdı. Quyruğunu yelləməyə başladı. Üstəlik, sevdiyini göstərmək üçün qışqırmağa da cəhd etdi. Amma eşşəklər it kimi hürmürlər axı. Uzunqulağın anqırtısını eşidib səksənən qadın əlindəki nimçələri yerə salıb sındırdı. Özünə gələn kimi süpürgəni götürüb eşşəyə elə döydü ki, yazıq heyvanın canı bir həftə ağrıdı. Eşşək küçüyün etdiyi hərəkətləri təkrarlamışdı. Amma niyə belə rəftar gördüyünü bir həftə düşünsə də səbəbini tapa bilmədi. Görək, siz doğru cavabı tapa biləcəksinizmi? Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.